19-cu qayda, bu da həmçinin dəvət zamanı baş verən ixtilafları Quran və sünnəyə qaytarmaq qaydasıdır ki, bu haqda da indi az öncə danışdım. Ona görə də biraz qısa bu mövzuya toxunaq. İxtilafın növlərindən qısa xəbər verək. İxtilaf iki cürdür. Şəriətdə ixtilaf iki cürdür. Var ixtilaf-ı tadad, ziddiyyət ixtilafı. Var ixtilaf ət-tənəvvü, növ ixtilafı. Növ ixtilafı nədir? Gəlin birinci bunu deyək. Növ ixtilafı odur ki, fikri məsələlərdə, yəni hər birinin dəlili var və ictihadi məsələdir və ixtilaf ediblər, hər kəsin öz dəlili var və burada müsəlmanların qəlblərinin uzaqlaşması, düşmənçiliyə ehtiyac yoxdur. Aydındır? Nə ehtiyac yoxdur? Fikri məsələlərə görə müsəlmanlar bir-birinlə dalaşsınlar, küssünlər, bir-birini azarlasınlar. Əgər hər iki tərəfin dəlili varsa, bir-birini qınasınlar və s. İctihadi olan məsələlər, fikri məsələlər xüsusən də hər iki tərəfin öz dəlili olarkən mötəbər dəlil olmalıdır. Bir şərtlə ki, mötəbər dəlillər olmalıdır. Bəzən görürsən ki, kimsə mötəbər olmayan şaz bir rəy götürür və deyir ki, bu rəy icazəlidir. O zaman ixtilaf edə bilərik, problem yoxdur. Kimsə görürsən ki, ümmətdən heç bir alimin demədiyi yeni bir rəy çıxardır və yaxud da 7 əsr bundan qabaq bir nəfər deyib ancaq o rəyi və heç kim deməyib və Quran və sünnəyə də müxalif bir rəy deyib, şaz deyirik biz buna, şaz rəy deyib, yəni istisna bir rəy deyib ki, nə Qurandan, nə sünnədən buna dəlil yoxdur, ümmətin heç bir alimi o rəyi deməyib, elə bir rəyi çıxardır, ortaya qoyur və deyir ki, mənə müxalif olmayın, mən filan kəsin sözünü deyirəm, 7 əsr bundan qabaq deyib, amma ondan başqa heç kim deməyib, nə də Quran və sünnədən o rəyi dəstəkləyən heç bir mötəbər dəlil yoxdur. Onda deyirik ki, burada dayan. Bu mötəbər ixtilaf deyil, bu şaz ixtilafdır, aydındır. Amma ixtilaf-ı tənavvü odur ki, və burada da yəni çaşdırmasın kimsə. İxtilaf tənavvü odur ki, hər iki tərəfin mötəbər dəlili var. Məsələn, 4 məzhəb ixtilaf edib. Şafiilərlə malikilər deyib ki, məsələ budur. Hənəfilərlə həmbəlilər deyib ki, məsələ budur. Hər iki tərəfin kifayət qədər dəlilləri var. Məsələ ixtilaflıdır, ümmətin alimləri ixtilaf edib. Quran və sünnədən hər iki tərəfin dəlilləri var. Buna deyirik ki, ixtilaf ət-tənəvvü, növ ixtilafı. Aydındır? Bu kimi ixtilaflarda düşmənçilik eləmək, dava-dalaş salmaq, bunlara ehtiyac yoxdur və alimlər deyirlər ki, bu kimi ixtilafları şişirtmək lazım deyil. Çünki bu ictihadi məsələlərdir. Həmçinin mühüm bir qayda deyim, dəvət elmi ilə bağlı qayda. Bəzən kimsə növ ixtilafını götürür, bunun üzərində dostluq düşmənçiliyi edir. Vallahi. Belə hallar çox olur əslində. Amma miskin müsəlman, dinini yaxşı bilməyən müsəlman problemə düşür. Baxırsan ki, kimsə bundan 5 ildir salam kəsib, amma əslində bu, sən demə, növ ixtilafıdır. İctihadi məsələ üzərində salamı kəsib bundan. Bunun da xəbəri yoxdur. Elə bilir ki, bu biraz çox kitab oxuyan, ondan savadlıdır da, yaxşı, yəqin düz bilir, bundan salamı kəsib ona görə. Amma baxırsan ki, hansısa fikri məsələdir. Hansısa bir, hətta 4 məzhəb imamından ikisi belə deyib, ikisi belə deyib, baxırsan hətta müasir sələf alimləri belə, bəzisi belə deyib, bəzisi belə. Bundan salamı kəsib kişinin olur. Növ ixtilafına görə düşmənçilik eləmək olmaq. Xüsusən də dəvət elmində alimlər, mütəxəssislər deyirlər ki, münkəri inkar etmək babında, xüsusən də, yəni hansısa pis əməli inkar etmək babında, yəni sən növ ixtilafını gətirib, münkəri inkar edirmiş kimi onunla müamilə qura bilməzsən, onunla düşmənçilik qura bilməzsən, dostluq düşmənçilik elə bilməzsən, hansısa bir rəyə görə. Hansısa bir fikri məsələni götürüb, qardaşındır sənin, ona görə salamı kəsirsən və s. Halbuki fikri bir məsələdir. Əqidə məsələsi deyil, adamın tövhidi doğrudur, sünnəyə tabeçilikdə səninlə eyni fikirdədir, batil əhlinə qarşı səninlə eyni fikirdədir, adam siyasi müsəlman deyil, əqidə məsələlərində səninlə eyni rəydədir. Bir dənə hansısa fikri məsələdə ixtilaf edib, 5 ildir salam vermir. Qardaşına zülm edir, salamı kəsir. Münkəri inkar etmək başqa bir şeydir. Fikri ixtilaf başqa bir şeydir. Münkər bilirsiniz də pis bir əməl. Yəni sən 5 il salamı kəsə bilərsən, dostun saqqal saxlayır, siqaret çəkməkdən saqqalı saralıb. Bundan salamı kəsmən sən razıyam. Ta özünü islah edənə qədər. Problem yoxdur. Siqaret çəkməkdən saqqalı saralıb adamın. Buna salamı kəsmək, əgər salamı kəssən, mən sənə bir şey demərəm. Və yaxud da get soruş, uləma sənə bir şey deməyəcək. Deyəcəklər ki, islah üçün salamı kəs. Və ya adam narkotik istifadəsidir, saqqal saxlayır. Və yaxud da
20 il ibadət edir, narkotikdən istifadə edir. Sən bunu islah eləmək üçün salamı kəsə bilərsən. Bu cür ixtilafda ədəbləndirmək babından pis əməl edənlə salamı kəsmək, həcr qaydası deyil də. Həcr eləməkdə, həcr hərfləri aydın deyək ki, eşidilsin. Həcr deyilir şəriətdə buna. Həcər aferindən. Həcr etmək, yəni salamı kəsmək, uzaq durmaq. Hə? Bu kimi şeylərdə problem yoxdur, ədəbləndirmək məqsədi ilə. Amma bu da ömürlük olmur da, müəyyən bir mərhələyə kimi. Elə adam var ki, hətta alimlər deyiblər ki, həcr, hər adam hər məsələdə həcr olunmur. Adam var ki, həcr edirsən, adam dindən çıxır. Adam var zəifdir. Hamı salamı kəsir, bu getdi, ateist oldu. Hamı bundan uzaqlaşdı, adam problemə düşdü. O dərəcədə yox. Bəzi, vallahi, billahi, tallahi, bəzi fitnələrdə bəzi müsəlmanları elə həcr ediblər ki, eşitmiş ki, adam mürtəd olub. Biz qaydaların tətbiqi və onun incəliyi barədə düşünmürük. Bu haqda da alimlər danışıb deyiblər ki, hər adam həcr olunmur. Elə adamı həcr edərsən ki, dindən çıxar, Allah qorusun. Və biz görmüşük, mən o fitnələrin adlarını çəkmək istəmirəm. Bəzi bir küçük məşhur fitnələr var. O fitnələrdə həcr olunan adamlar var ki, mürtəd olublar, dindən çıxıblar, ateist olublar. Çünki düzgün tətbiq olunmur bu qaydalar, təəssüflər olsun ki. Kim necə istəyir, elə edir. Bu problemdir. Xülasə, əziz müsəlmanlar, ixtilaf-ı tənavvu odur ki, ictihadi məsələlərdə ixtilaf eləmək, əgər hər iki tərəfin mötəbər dəlili varsa, bunda problem yoxdur. Amma ictihadi məsələlərdə sanki münkəri inkar edilmiş kimi siqaret çəkənə, zina edənə, oğurluq edənə qarşı münasibət qurduğun kimi münasibət qurursansa və onun da mötəbər dəlili varsa fikri bir məsələdə, sən ona o cür sərtlik göstərməyin hikmətdən deyil. Və mütəxəssislər bu barədə danışıblar. Təəssüflər olsun ki, bir çoxları bu məsələləri qarışdırırlar. Burada nifrətin dərəcəsi, düşmənçiliyin dərəcəsi düzgün təyin olmalıdır. Bəziləri qardaşına etdiyi nifrəti və düşmənçiliyi ateistə eləmir. Bəziləri tövhid əhlinə, sünnə əhlinə etdiyi nifrəti, düşmənçiliyi bir rafiziyə, sufiyə, xavaricə eləmir. Bəziləri öz tövhid əhli, sünnə əhli olan qardaşına etdiyi nifrəti və düşmənçiliyi şəriəti zay edən adamlara etmir. Bu hamısı problemdir. Qəlbində hətta o nifrətin dərəcəsi ki var, nifrət, düşmənçilik, onu belə düzgün ayarlamalısan. Amma sən bunu eləmirsən. Bir siqaret çəkən, bir narkotikdən istifadə edən, zinakar müsəlmana edilən müamilə ilə fikri bir məsələdə səhvə yol verən və yaxud da səninlə eyni fikirdə olmayan müsəlmana edilən nifrətin dərəcəsini düzgün ayarlamalısan, düzgün təyin eləməlisən. Bunlar hamısı bir elmdir, qardaşlar. Ona görə deyilir ki, hikmət bir şeyi öz doğru yerinə qoymaqdır. Dərhal onun əksi zülümdür. وَدْعَشْشَيْ فِي مَوْضُعِهِ Bir şeyi öz doğru yerinə qoymaq hikmətdir. Bir şeyi öz doğru yerinə qoymamaq zülümdür. Sən bir növ ixtilafına görə müsəlman qardaşına, ikinci ixtilafın növünü deyəcəm, qısa çünki söhbət uzanır. Sən bir müsəlman qardaşına növ ixtilafına görə bu qədər silsiləvi xətalara yol verirsənsə, artıq hikmətli deyil, hikmətli davranmış deyil, zülm etmiş olursan. Bunlar çox incə məsələlərdir. Deyirlər, incə məsələlər. Və bu incə məsələləri də bilmək və əməl etmək lazımdır. Sonra, ixtilafın birinci növündən biraz geniş danışdıq. Növ ixtilafı. Təzad ixtilafı nədir, əziz qardaşlarım? Təzad ixtilafı deyilir, ixtilaf-ı təvad, təzad, yəni ziddiyyət ixtilafı. Bu, odur ki, əqidə məsələləri kimi böyük məsələlərdə və yaxud da dinin böyük məsələlərində ixtilaf eləmək. Bu icazəli deyil. Məsələn, şəriətin əslində heç bir ixtilaf yoxdur. Tövhid məsələlərində ixtilaf yoxdur. Əqidə məsələlərində ixtilaf yoxdur. Kimlər ki, bu ixtilafları xüsusən də biz dəvətdən danışdığımız üçün dəvət məqamında edir, kütlə qarşısında edir, bunu da alimlər tənqid ediblər, qınayıblar. Xüsusən də hətta Allahın isim və sifətləri haqqında ixtilaf eləməyi haqqında qədim İslam uləması, əhl-i sünnət alimləri danışıblar. Məsələn, kimsə çıxır cahillər arasında isim və sifət tövhidi, əsma və sifət tövhidi haqqında mübahisə edir, spor edir, kütlə də onlara baxır. Bu, Allah qorusun insanları dinsizləşdirər, insanları əlavə şübhələr əmələ gətirər beyinlərində. O aspektdən alimlər bunu qadağan edir. Allahın isim və sifətləri, tövhid məsələləri,
ağır etiqadi məsələlər haqqında kütlə arasında mübahisələr etmək təhlükəlidir. Bu bir fayda kimi dedik. Lakin həmçinin də dində təzad ixtilafı yoxdur, ziddiyyət ixtilafı yoxdur və bu ziddiyyət ixtilafını da sıravi insanlar arasında etmək doğru deyil deyib bu qaydanı da yekunlaşdırıram. Deməli 19-cu qaydamız oldu. Dəvət zamanı baş verən ixtilafları Quran və sünnəyə qaytarmaq. Bu haqda 18-ci qaydada danışdıq. 19-cu qaydada bunu tamamladıq. Ki bu cür ixtilaflar da hər biri dedik ki, Quran və sünnəyə qaytarılmalıdır.